Prezidentimiz cənab İlham Əliyevin dəvəti ilə Ulu Türkün böyük oğlu Sayın Rəcəb Tayyip Erdoğan Azərbaycana gəlib. 100 il bundan qabaq Nuru Paşa da Azərbaycana canı bir, qanı bir qardaşlarına köməyə gəlmişdi. 100 il sonra müsəlmanların xilaskarı Erdoğan abi, dostu, qardaşı cənab İlham Əliyevlə 100 illik tarixi qeyd etmək üçün Bakıya gəlib. İki qardaşın dostluğunu, birliyini nümayiş etdirir. Türkün bu iki böyük oğullarının şərəfinə 100 illikdə cənab İlham Əliyevin mənə hədiyyəsi ilə 100 qurban kəsirəm ki, qoy Ulu Tanrı bu iki böyük Türk oğullarını qorusun. Allah onlara can sağlığı versin. Biz də hərbçiyəm, minbaşıyım. Biz hər zaman sizin tapşırıqdır, sizin bir əmrinizlə biz o şəhidlər sırasında yatmağa var. Azərbaycanın dünya çəkimi adı kazananlar öz kazandığı qədər bir addım atarlar, ikiliyə yürüyüş kurbanlar kesinler. Allah ikiliyə